Salam, hörmətli müəllimlər. Bugünkü dərsimizdə müəllimin fasilitasiya bacarığı, fasilitator müəllim kimdir və səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir mövzusunda ətraflı şəkildə danışacağıq. Müəllim şagirdin təfəkkürünü formalaşdırmaq, xidmət edən əsas şəxslərdən biridir. Göründüyü kimi qloballaşan dünyada təhsildə o qədər dəyişikliklər baş verir ki, müəllim də təlimdə bütün bu dəyişiklikləri nəzərə almalıdır. Müəllim artıq əvvəlki kimi hazır informasiya ötürən, yeganə bilik mənbəyi kimi çıxış edən şəxs olmamalıdır. Müasir şagirdi məqsədə yönəldən, müstəqil öyrənməyə şərait yaradan, metakognitiv bacarıqları, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən şəxs olmalıdır. Biz əvvəllər müəllimi ancaq xatırlasaq, elə öz dönəmimizi də düşünsək, müəllim ancaq məlumat verən şəxs idi, ancaq idarə edən müəllim idi. Məlumatı vermək, izah etmək, öyrətmək bütün yük müəllimin üzərinə düşürdü. Ancaq müasir təlimdə bunlar tamamilə yanlışdır. Müəllim şagirdin özünün öyrənməsi üçün, müstəqil öyrənməsi üçün öyrətməyi, öyrənmənin yollarını öyrətməlidir. Fasilitator kimdir? Fasilitator prosesi idarə edən şəxsdir. Fasilitator qərar vermir, lakin səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aparmağa kömək edir. Yəni, müasir təhsildə müəllimin yanaşması fasilitatorluqdur. İnformasiyanı hazır şəkildə vermir, lakin şagirdləri öyrənməyə sövq edir. Lev Vygotsky'də də bu haqda danışmışdıq. Yəni, müəllim scaffoldinglik edir. Əsasən, müəllim şagirdi düşünməyə sövq etməlidir. Bəzən çox təəssüf ki, müəllim şagird səhv edəndə izah edir, bu belə olmalıdır, bu elə olmalıdır, izah edir. Şagirdən soruşur, başa düşdünmü? Şagird bəli, başa düşdüm, bununla yekunlaşmış olur. Ancaq bu tamamilə yanlışdır. Müəllim şagirdin səhvini özünün tapmasına fasilitatorluq etməlidir. Və bu necə olmalıdır? Düşünən, daha doğrusu sualı sadələşdirərək, yönəltmə suallar verərək, şagirdin aydın olması üçün, mövzunun və yaxud da hər hansı bir çalışmanın aydın olması üçün fasilitatorluq etməlidir. Məsələn, deyək ki, nitq hissələrini keçmişik, hər hansı bir cümləni vermişik, burada nitq hissələrini müəyyən edirik, hansı isimdə, hansı sifətdir. Şagirddən soruşanda şagird deyir, bilmirəm. Sifət nədir? Bilmirəm. İsim nədir? Bilmirəm. Bu söz hansı nitq hissəsidir? Bilmirəm. Biz burada izah etməməliyik ki, hə, bu sifətdir, bu və yaxud da isimdir. Verdiyimiz sualı sadələşdirərək, yönəldici suallar verərək, şagirdin düşünməsini sövq edərək, şagird üçün biz burada istiqamət verməliyik. Yəni, şagirdə hazır məlumat verməkdənsə, şagirdi yönəltmək onun üçün daha faydalıdır. Məsələn, ağacdan almanı üzmək istəyən şagirdə biz almanı dərib veririk, asan bir şəkildə almanı götürmüş olur. Şagird burada nəsə öyrəndi mi? Xeyr. Amma biz ona yolunu öyrətmiş olsaq, artıq biz şagirdə bir bacarıq vermiş olarıq. Məsələn, çox vaxt şahidi oluruq ki, 6-7 yaşlı şagird ayaqqabısını bağlaya bilmir, ayaqqabısını geyinə bilmir. Səbəb nədir? Səbəb həmişə valideyn həmin işi uşağın yerinə icra etməsidir. Amma biz qıraqdan istiqamət verəriksə, təbii ki, o bacarığı biz şagirddə formalaşdırmış olarıq. Fasilitator müəllimin rolu nədir? Fasilitator müəllimin rolu bələdçi müəllim olmaqdır. Yəni, müəllim-şagird münasibətində müəllim şagirdlərin potensialını müəyyənləşdirməyə bacarmalı, eyni zamanda şagirdi inkişaf etdirməlidir. Bu, yalnız təlim prosesində deyil, həm də məktəbdən kənar fəaliyyətlərdə özünü göstərməlidir. Məlumatla təmin edin. Məlumatla təmin edin, bu nə deməkdir? Müəllim müasir dövrdə öz fənni, texnologiyalarla, dünyada baş verən yeniliklərlə tanış olmalıdır və şagirdləri də yönəltməlidir. Müəllim şagirdin dünya görüşünü, savadını, təhsilini inkişaf etdirən, genişləndirən şəxs olmalıdır. Əsas məsələ bunu necə etməkdədir. Yəni, müəllim şagirdləri öyrənilən məzmunla bağlı müxtəlif məqsədyönlü resurslarla təmin edə bilər. Müxtəlif resurslara yönəldə bilər.
və şagird araşdıraraq öyrənə bilər və bu daha səmərəli öyrənməyə baş tutmuş olacaq. Tədqiqatçı müəllim. Müəllim daim şagirdlərini tədqiq etməlidir, onları tanımağa çalışmalıdır. Yəni, şagirdlər müxtəlif ailələrdən gəlirlər, müxtəlif məkandan gəlirlər. Yəni, məsələn, hərəsi şəhərin bir tərəfindən gəlir. Müəllim şagirdləri düzgün yönətmək üçün mütləq onların fikri ilə tanış olmalıdır. Onların məsələlərə yanaşmasını, təhlilini, qiymətləndirməsini aydın şəkildə bu haqda məlumatlı olmalıdır. Yəni, onların yanaşması hər bir məsələdə fərqli ola bilər. Müəllim o vaxt fasilitator rolunda çıxış edir ki, o mühazirə tipli dərs formasından kənarlaşır. Yəni, mühazirə tipli dərs formasından uzaqlaşmış olur. Yəni, mən deyim, şagird dinləsin. Bu zaman öyrənmə baş vermir. Öyrənmə o zaman baş verir ki, biz şagirdi düşünməyə sövq edirik. Şagird düşünsün. Ancaq öyrənən tərəf, ancaq passiv şəkildə dinləyən tərəf olsa, təbii ki, burada səmərəli öyrənmə baş verməyəcək. Amma müəllim müxtəlif təlim metodlarından, layihə əsaslı, problem əsaslı öyrənmə tətbiq etsə, əlbəttə ki, səmərəli öyrənmə baş tutmuş olacaq. Bəs səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Təbii ki, təlim nəticələrini şagirdlərə əvvəlcədən bildirməlidir. Biz bunu bir çox mövzularımızda da danışmışıq ki, təlim nəticələri şagirdlərə əvvəlcədən bildirilməlidir. Yəni, şagird dərsin sonunda nələrə, hansı məqsədə çatacaq, nələri mənimsəyəcək, nələri öyrənəcəksə, əvvəlcədən məlumatlı olmalıdır. Və şagirdlərə təlim nəticəsi elan olunanda da təbii ki, artıq onlar məqsədli şəkildə öyrənmə baş tutur. Nə öyrənəcəkləri barədə öncədən aydın təsəvvür formalaşdığı üçün də təbii ki, öyrənmə də real və məqsədyönlü olmuş olacaq. Şagirdlərin məqsəd və maraqları ilə tanış olun. Şagirdlərin məqsəd və maraqları ilə tanış olmaq üçün onlarla söhbət etmək, müxtəlif anket sorğular keçirmək lazımdır. Şagirdləri yaxından tanımaq, onlarla həm münasibət, həm də təlim fəaliyyətlərini daha maraqlı qurmağa kömək etmiş olacaq. Çünki biz onların maraqlarından xəbər tutmuş olsa, bilsək ki, şagirdlərin marağı nədir, onların gözləntiləri nədir və fəaliyyətlərimizi də buna uyğun təşkil etmiş olacaq. Şagirdlərinizi cəlb edin. Təlim proqramının nəticələri, tələbləri əvvəlcədən müəyyənləşdirilmiş olduğundan şagirdlər bu məsələləri qəbul etmək məcburiyyətində olurlar. Yəni, bu nə deməkdir? Şagirdlərdə təlim fəaliyyətlərinə maraq oyatmaq, onları prosesə cəlb etmək üçün müəllim şagirdlərlə danışaraq necə məşğul olmaq istədiklərini müəyyənləşdirə bilər. Yəni, şagirdlərlə qrupla işləməyi sevirlər, yoxsa fərdi işləməyi sevirlər, yazılı ünsiyyətə üstünlük verirlər. Müəllim ətraflı şəkildə məlumatlı olduğu üçün dərsin məqsədində də bunları nəzərə alır və kiçik korreklərlə şagirdlərin dərsə cəlb olmasını təmin edə bilər. Yəni, planlaşmada hansı kiçik korreklər, düzəlişlər edə bilər. Sinif otağından kənara çıxın. Bu sinif otağından kənara çıxın, fiziki baxımdan sinif otağından kənara çıxın anlamında deyil təbii ki. Burada yəni, öyrənmə zamanı biz bu öyrənməni təmin edən zaman, fəaliyyətlərimizi quran zaman elə təşkil etməliyik ki, sinifdən kənara çıxaq, yəni həyatla əlaqələndirək. Sinifdə keçirilən mövzunun həyatla əlaqələndirilməsi şagirdlər üçün öyrəndiklərini aktuallaşdırır. Onları daha çox motive edir. Yəni, şagird öyrəndiklərini harada tətbiq edəcəyini biləndə, təbii ki, öyrənmə də daha şuurlu şəkildə baş tutmuş olur. Bəs fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar hansılardır? Fasilitator müəllim özündə nələri formalaşdırmalıdır? Müşahidə etmək bacarığı, şagirdlərin sual-cavab prosesində iştiraklarını, davranışlarını, bir-biri ilə münasibətlərini daima müşahidə edir. Yalnız nəticəyə deyil, prosesə diqqət yetirir. Nə etdiklərindən başqa, necə edəcəklərinə fikir verir. Yəni, nə eləmək yox, nə edəcək yox. Daha doğrusu, daha çox necə edəcəyi məsələsinə fokuslanmış olur. Yadınızdasa biz Robert Gagne nəzəriyyəsində danışmışdıq. Robert Gagne nə deyirdi? Deyirdi ki, şagirdlərin necə öyrənməsi nə öyrəndiyindən daha əhəmiyyətlidir. Yəni, necə öyrənmək həqiqətən də təlimdə daha böyük faktora malikdir. Dinləmək bacarığı.
Biz fəal dinləmədə də dinləmək bacarığından danışmışdıq. Yəni müəllim şagirdi yalnız eşitmək istədiyi cavabı almaq üçün deyil, ümumiyyətlə onların nəyə, necə cavab verdiklərini dinləməlidir. Yəni şagirdləri nəinki sual-cavabda dinləmək, həmçinin də onları müəyyən bir prosesdə işləyən zaman müəllim dinləməlidir şagirdləri. Bu cür dinləmələr zamanı şagirdlərin nəyi necə öyrənib və yaxud da öyrənmədiklərini müəyyənləşdirə bilər. Yəni bu dinləmə zamanı daha yaxşı olar ki, bunu şagirdlərə hiss etdirməsin müəllim. Ən tövsiyə olunan odur ki, şagirdlərə hiss etdirmədən onları dinləmiş olsun proses zamanı. Məqamında düzgün müdaxilə etmək bacarığı. Şagirdlərin fəaliyyətini düzgün yönetmək və idarə etmək məqsədi ilə onları lazımı məqamda müdaxilə etmək, lazımı məqamda prosesə müdaxilə etmək lazımdır. Yəni, sonradan müdaxilə və yaxud da şagird fəaliyyətinə sonradan gecikmiş rəy təbii ki, effektiv olmur. Çünki məqamında müdaxilə etmək, məqamında effektiv rəy vermək lazımdır. Rəylər mütləq vaxtında verilməlidir. Müdaxilə zamanı da şagirdi düzgün yönətmək üçün onu düşünməyə sövq edən sualların verilməsi daha məqsədə uyğundur. Planlaşma və hazırlıq, planlaşdırma, dərs prosesinin qurulması, keyfiyyətli, səmərəli öyrənmək üçün ən vacib, əhəmiyyətli proseslərdən biridir. Fasilitasiyanı səmərəli aparmaq üçün müəllim əvvəlcədən hazırlaşmalıdır. Əvvəlcədən planlaşdırma təlim zamanı prosesin axıcılığını təmin edir və sistemlik yaradır. Buna görə də planlaşdırma olduqca vacibdir. Müəllimin fasilitasiya bacarığı haqqında bu qədər müəllimlər.